Hər birini salamlayıram əziz abituriyentlər, xoş gördük. Bu günləri artıq ikinci qruplar imtahan verdi. Bugün 24 maydır da. 24 may 2026. İkinci qrup qəbul. Birinci cəhd. Yəni bugün 24 mayda ikinci qrupların birinci cəhd imtahanı oldu. Belə ümumi düzdür, tam baxmamışam, ümumi belə PDF-i düzəldəndə bir baxdım ki, normal düşüb. Yəni çoxu toplu suallardır və çox da çətin də deyil. Düzdür, keçən ildən biraz çətinliyi var, amma keçən daha asan düşmüşdü. Amma bəzi çətin düşündürücü suallar da var. Yəni keçən ildən amma çətin düşüb. Getdik. Uşaqlar, deyir ki, A-nın hansı qiymətində tənliyin kökləri qarşı test. Bu bir məhsul tənlikdə olan həmişə işlədiyimiz sual nümunəsidir. Test toplusunda da var. Əgər tənliyin kökləri qarşılıqlı tərsə, deməli tənliyin köklərinin hasili nədir? 1. Çünki qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir. Bu da tənliyin köklərinin hasili, normalda biz tənliyin köklərinin hasili sərbəst səth demişdik. Amma yaddan çıxartmaq olmaz ki, baş əmsalı da bölmək lazımdır. Bu da bərabərdir 1. Çünki çoxu yaddan çıxardır, baş əmsala bölmür. Onda buradan da 3A plus 4 bərabərdir A-nı 1-ə vuran A. Buradan 2A bərabərdir mənfi 4, 4-ü sağa keçirtdim. A da bərabər mənfi 2. Cavab D variantı edəcəkdir. Yəni, sadə. Getdik. Loqaritmik bərabərsizlikdir bunu da. Loqaritmik topluda olan sualdır. Öyünləri işləmişik bunu. Buradan eləcə x-a tutaq ki, eləcə kvadrat x plus eləcə x. 2-ni də keçirdirəm bu yana. Eləcə x-ə bir dənə t desək, olacaq t kvadrat plus t çıx 2 böyükdür 0. Buradan da Viet düsturuna görə köklərin biri mənfi 2-dir, biri də 1-dir. Çünki hasil mənfi 2 edir, cəmləri mənfi 1 edir. Bu da t plus 2, t minus 1, böyük 0. Bu formada, lap t-nin yerinə eləcə x qoysaq, eləcə x plus 2, eləcə x minus 1. İndi uşaqlar, belə deyim sizə, interval çəkirəm. Uşaqlar, LCX plus 2, bunu sıfıra çevirən qiymət neçədir? Bunu sıfıra çevirən qiymət x-in %1 qiymətidir. %1. 0,1. Bunu isə sıfıra çevirən qiymət x-in 10 qiymətidir. 10. Bilsən məsələ nədir? Yəni, LCX plus 2-ni sıfıra çevirən qiymət. LCX plus 2 sıfırdırsa, LCX bərabər olur mənfi 2, x də bərabər olur 10, LC 10 əsas deməkdir. 10 üstü mənfi 2, yəni 1 böl 10 üstü 2. %1 eləyir. Ona görə yazmışıq. İndi buradan da interval çəkirsən, amma burada bir şey də var da. Yəni, indi interval çəkdim, plus, minus, plus. Amma burada bir şey də var ki, düzdür, bizə müsbətlər lazımdır. Müsbətlər normalda buradan alınır ki, mənfi sonsuzluqdan 0-dan %1-ə, ondan müsbət sonsuzluğa. Amma, əzizim, burada sən loqaritmanın altı mənfi ola bilməz. Sən burada sıfırdan sərhədlənməlisən. Sıfırdan o yananı götürə bilməzsən. Çünki sıfırdan aşağılar mənfidir. Loqaritmanın altı mənfi olamaz. Ona görə sıfırdan %1-ə 10 müsbət sonsuzluq. D variantı. Yendirəm, bu da topluda görsənən sual nümunəsidir. Təbii ki, bir orta sual sayılır. Sonra bir dənə də bərabərsizlik var. Bunun belə kobud görsənməyinə baxmayın. Əslində çox sadə bərabərsizlikdir. Kobud görsənməyinə baxmayın. Deməli, əzizlər, bax, bir şey deyim sizə. Modul həmişə nədir? Modul həmişə müsbətdir. Bu getdi. Bu üslü funksiyadır. 5-in üstündə mənfi 7x plus 3 var. Üslü funksiya həmişə nədir? Müsbətdir, hər zaman. Kvadrat həmişə nədir? Kvadrat həmişə müsbət. Deməli, bunların üçü hamısı nə oldu? Müsbət. Deməli, bu mənfi olmalıdır ki, hasil yekunda sıfırdan kiçik olsun. Deməli, x kvadrat minus x plus 5 nə olmalıdır? Kiçik bərabər 0. Bunu da, indi bir dəqiqə. Burada fikir verirəm ki, bunun diskriminantı mənfi eləmir. Bunun diskriminantı da mənfidir, uşaqlar. Bax da, diskriminant 1 minus 20 mənfi 19. Belə bir qayda öyrənmişdik. Elə keçən gün dərsdə işlədim. Elə dünənləri biz keçənin blok sınağını izah edirdik. Orada var idi bu sualda. Kvadrat 3 hədlidə
Əgər diskriminant sıfırdan kiçik, qollar da yuxarıdırsa, bu hər zaman müsbətdir. Heç sıfır da ola bilmir. Həmişə müsbətdir. Bunda diskriminantı mənfidir deyənə, həmişə bu müsbətdir. Bəs onda nə tər olacaq bu misal? Sıfıra çevirmə qiymətləri. Məsələn, burada modulu sıfıra çevirən qiymət neçədir? X-2-nin sıfıra çevirən 2-dir. Həqiqətən də sən götürüb X-in yerinə 2 qoysan, bu modulun için sıfıra çevirir. Sıfır da nəyə vursun? Sıfır və bunu ödəyir. Sonra başqa yoxdur. Burada 1 ola bilməz. O 2. Y variantı. Yəni burada çox maraqlıdır, amma çətin deyil də. Bunu işləmişik. Yəni normal bir sualdır. Qəşəngdir. Sonra gələk bura. Üçbucağa aid oxşarlığa bənzədirəm, yoxsa oxşarlıq deyil. Deyir, ABC üçbucağında AB BD-yə bərabərdir. AB bərabər BD-yə. Bizə bir ABC üçbucağı verib. AB BD. AC də BC-yə bərabərdir. AC BC-yə bərabərdir. Onda bütöv bu AC BC-yə bərabərdir. BC-yə bərabərdir. Deyir, AD 3-dür. AD 3-dür. Əla. DC 9-dur. Əla. Onda bu 3 bu 9-sa 3 ilə 9-un cəmi 12 elədiyinə görə burada nədir? Burada 12-dir. Özləri veriblər. İndi deyir ki, ABC-nin perimetrini tapın. ABC-nin perimetrini tapın. Aha. İndi bir dəqiqə. Biz burada nə edə bilərik? Oxşarlıq gedək də. Gəlin bucaqlarla gedəyin. Görəyin oxşarlıq necə olacaq? Bucaqlarla getsək. Belə deyim də sizə. Bu üçbucaqda bura alfa desəm, bu da alfadır. Bərabər yanlı olduğuna görə. Digər tərəfdən isə A bucağı alfadırsa burada, bu ASB də bərabər yanlı olduğu üçün A bucağı alfası, bu buranın bütövü də alfadır. İndi fikir verin, burada ABD oxşar oldu. ABD oxşar oldu. ASB-yə. Çünki ABD üçbucağında da 2 dənə alfa var. ASB üçbucağında 2 dənə alfa var. O bərabər yanlılıqdan çıxdı. Onda oxşarlığa görə, hətta burada 3-cü boş bucaqlar var. Məsələn, ABD üçbucağında boş bucaq bu qammadısa, bunda da boş bucaq qammadır. Onda bu da qammanın qabağındakı 3-ün, qammanın qabağındakı AB-yə nisbəti. Sonra burada məsələn alfanın qabağındakı, buradakı alfanın qabağındakı AD-nin, indi gəlin bir ad verək də, AB-yə bir x desəm, bu da x-dir. Onda belə çıxdı ki, 3-ün, yəni bu qammanın qabağındakı 3-ün qammanın qabağındakı x-a nisbəti, yəni x yazıram AB-nin yerində. Sonra bu balaca üçbucaq alfanın qabağındakı x-in böyük üçbucaqda alfanın qabağındakı 12-yə nisbət. Onda x kvadrat bərabər neçə elədi? 36, x də 6 elədi. Perimetr tapıldı. 12, 12, 24, 6, 30. Qəşəngdir. Yəni çətin oxşarlıq deyil, prosta orada bir dənə diqqətli olmasan bərabər yanlı üçbucaqların oxşarlığından. Uşaqlar, bu çox maraqlı sualdır. Deməli bizə deyir ki, hasilin sonu son rəqəmi 1-dir. M ilə N cəminin ən kiçik qiymətini tap. Bax, belə bir şey eləyək də. Burada indi M-ə sən təbii ki, qiymətlər verə bilərsən də. M-in burada naturaldır. Sən 1 verə bilərsən, 2, 3. İndi burada əsas məsələ nədir? Bir, sən 3-ün qüvvətlərinə fikir verməlisən. Bir də sən fikir verməlisən 7-nin qüvvətlərinə. Bax, bir şey deyim sizə. 3-ün qüvvətlərini yazıram. 3-dür, 1, 3-dür. 3-dür, 2, 9-dur. 3-ün kubu 27-dir. 3 üstü 4, 81. Təzədən 3 üstü 5 olacaq, sonu 3 olacaq. Ədədləri bilirsiniz, ədədləri qüvvətə qaldıranda 4 dənədən bir period eləyirlər. 7-nin qüvvətləri isə 7 üstü 1, 7-dir. 7 üstü 2, 7-nin kvadratı 49, sonu 9. 7-nin kubu, bunu 49-u 7-yə vuranda sonu 3. Sonra 7 üstü 4-də 7-yə var, sonu 1. Aha. İndi burada 3-ləri 7-lərə vurursan, təbii ki, hasilin 1 olması üçün bu 3, bu 7 ola bilər. İndi burada məsələ nədir? Məsələ nədir?
M-ə 1 ver. Çünki bizə lazımdır ki, M ilə N-in cəmi ən kiçik olsun. M-ə 1 verəndə, burada 3-ün qüvvəti neçə eləyəcək? 3 üstü neçə oldu? 21. İndi burada bunun sonu neçədir? 3 üstü 21-in sonu neçədir? Bunun biz qaydasını demişdik. Bunun qaydasını demişdik ki, ədəd məsələlərində qüvvəti bölürsən 4-ə, qalığı qüvvətdə yazırsan. Yəni, bunun son rəqəmini tapmaq üçün. 3 üstü 21 deyil. 21-i böləndə 4-ə, qalıq nə inir? 1. Oldu 3 üstü 1. Yəni, bunun sonu 3-dür. Yəni, bunun sonu 3-dür. İndi bunun sonu 3-dürsə, bəs burada N-ə 1 versən nə olar? N-ə burada da 1 versən, olacaq 7 üstü neçə? 7. Bunda 4-ə böləndə qüvvəti 7-nin kubu eləyir. 7-nin kubunun da sonu neçə? 3 eləyirdi. Deməli, bunların hasilində son 1 olmadı. Bəs N-ə 2 versəm, N-ə 2 versəm eləyəcək 7 üstündə, N-ə 2 verəndə 3, 2 ilə 6, üstə 4 neçə eləyir? 10. 4-ə böləndə neçə eləyir? Kvadrat, 49-dur sonu. Deməli, sonu 9-dur, bunun da sonu 3 idi, yenə də vermədi. N-ə 3 versəm, N-ə 3 versəm eləyir 3 üçün 9 üstə 4, 13. Bunun sonu 1 eləyir, aha, bunun sonu 7 elədi, yəni. Bunun sonu 7-dir, bunun da sonu 3-dür. Yəni, burada M-i 1 götürdüm, N-i də 3 götürdüm. Bu zaman son neçə elədi? 1 elədi. Deməli, onda belə çıxır ki, 1 ilə 3-ün cəmi neçədir? 4-dür. Ümid edirəm ki, nəsə səhv olmadı. Bu cür, yəni, qüvvətlər məsələsi ilə işləyirsən. İki şey bilmək lazımdır ki, yəni hasildir, hasilin sonu 1 olmalıdır. Bir də ədədin qüvvətini, yəni ədədlər həmişə, indi düzdür, bəzi ədədlər 2 dənədən bir period eləyir, amma əsasən hamısı 4 dənədən bir period eləyir. Sən ədədin son rəqəmini tapanda qüvvəti 4-ə bölüb qalığı götürsən. Əslində biz bu suallardan çox işləmişik. Bu natural ədədlərdə də var, biz onu keçmişdik. Sınaqlarımızda da var, yəni o sual oradan da bilməliydiniz siz bunu. Keçilib hamısı, yəni keçilməyən şey yoxdur. Bu heç, bu ayda, deməli Sadiq, dünənləri uşaqlar, dünən axşam saat 9-da canlı açmışdım, həm öz əyani onlayn dərs qrupları, sürət qrupları, həm də belə ümumi canlı açıbdım. İkinci qrupun qəbulunu izah elədim keçən ilin. Orada yazmışdı, dünən izah eləmişəm, oradan dünən axşam. Orada yazmışdı ki, təpə nöqtə 1-ci rübdə yerləşər. Burada 4-cü rübdə yazıb. Bir dənə bu, bir dənə də sual var. Yəni, bir neçə sual ilə dünən axşam izah eləmişdik. Kim baxmışdır, yazıb. Deyir, K-nın hansı ən böyük tam qiymət təpə nöqtə 4-cü rübdə yerləşər. Uşaqlar, burada məntiq budur. Burada A-sı bunun 0-dan böyüdür. 4-cü rüb budur da, əzim. 4-cü rüb buradır. 4-cü rüb. Onda deməli, bunun fikir verirsiniz, bunun M-i, təpə nöqtənin M-i və N-i var da, özün bilirsən. Burada təpə nöqtənin M-i müsbətdir, böyük 0. Burada isə N-i nədir? Mənfidir. İndi burada M nədir? Mənfi B bölü 2A. Elə ədədləri də belə vermişəm. Mənfi B olacaq mənfi 2K minus 5 bölünsün 2A, A1-dir. Böyük 0, 2-lər getdi. Mənfiyə vuraq, buradakı mənfini itirmək üçün. K minus 5 kiçik 0, mənfiyə vuranda işarədir. K kiçikdir 5-dən. N-ə baxaq. N 4A-sı minus B kvadrat bölünsün 4A-dır. Bu kiçik 0 olacaq. 4A-sı 4K kvadrat çıxılsın B kvadrat. Uşaqlar, bizim B-miz 2K minus 10-dur. Bu da 4K kvadrat minus 2, 2, 4K, ona 40K plus 100. Düz eləyirəm də. Çıxılsın 4K kvadrat. Dünənki neynisi daxı bu sual? 4K kvadrat, orada da elə belə ədədlər almışdı. Plus 40K minus 100. Eyni ədədlər almışdı. Bölünsün 4. Bu da nə idi? Kiçik 0 idi. Burada bunlar da getdi. 40K çıx 100 kiçik 0. 40K kiçikdir 100. K da kiçikdir 2,5. Eyni ədədlər alınır. Allah çəkinməsin. Eyni ədədlər. Allah haqqı orada da alınmışdı 5. 2,5. Prosta orada hər ikisi o birinci rübdədir. Yəni hər ikisi müsbət idi. Açıb ən son K-da baxa bilərsiniz. Dünən axşam 9-da 10-da atmışam.
2,5-dən kiçik 5-dən bir dəqiqə. Burada bir dəqiqə. Burada oldu bu 2,5-dən kiçik 5-dən kiçik. Hə? Düz eləyirəm də. Burada mənfi söhbəti var deyənə işarət dəyişdi. Burada da onsuz da mənfi idi. Onda 2,5-dən kiçiklər, 5-dən kiçiklər. Bunların hər ikisinin kəsişməsi, yəni cavab mənfi sonsuzluq 2,5 aralığı, buradan da ən kiçik qiyməti neçə eləyəcək? 2. Füsu, tardı etdi. Sonra. Uşaqlar, kompleks ədəd o deyilmişdi də sizə, onsuz da asan düşəcək. Birinci surəti sadələşdirək. 1-i 3-ə vuranda 3, 1-i i-yə vuranda i, 2i-ni 3-yə vuranda minus 6i, minus 2i kvadrat bölünsün 2 minus i. Bu da əzizim, i kvadrat mənfi 5 eləyir də. 5, i kvadrat mənfi 1-dir, mənfi 2-də müsbət 2, müsbət 5. Çıx 5i bölünsün 2 çıx i. Bunda nə eləyək? Təzdən qoşmasına vurub bölək də, hə? Düz elədim də. 1, 3-ün 3, 1 i-nin i, minus 6i, minus 2i kvadrat. Əla. İndi məxrəcdə kompleks ədəd görən kimi nə eləmək lazımdır? Qoşmasına vurub bölmək lazımdır. Bunda qoşması 2 plus i. Onda uşaqlar belə çıxır ki, məxrəc eləyəcək 4 minus i kvadrat. Surətdə də 5-i ortaq çıxardıb, sonra vuraq da gəlin. 5-i ortaq çıxardaq, sonra orada 1 çıx i qalıb, onu vuraq. 5-i ortaq çıxardıram, 1 minus i-ni 2 plus i-yə vururam, o da 1, 2-nin 2, 1 i-ni i, minus 2i, minus i kvadrat. Onda bu 5 eləyir, i kvadrat mənfi 1-dir, üstünə 4 gələndə 5, 5-dən 5 gelir. Buradan da i kvadrat mənfi 1, mənfi dəyər müsbət 1, 2 ilə 3, çıx i, 3 çıx i. Cavab D variantıdır, 3 çıx i. Yəni, əvvəlcə surəti vurub açdım, sonra da məxrəcin qoşmasına vurub böldüm. Deməli, bu da, bunun bənzəri də topluda olmalıdır. Bax, əzizim, buradan B-ni tapacam, gətirib burada yerinə yazacam. Necə? Bu B-ni tapmaq üçün mən bilsən nə edəcəm? Hər tərəfi 3/5 qüvvətinə qaldırıram. Hər tərəfi bilsən nə edirəm? 3/5 dərəcəsindən qüvvətə. Yəni, necə ki, bir şeyi kuba qaldırmaq varsa, kvadrata qaldırmaq varsa, 3/5-ci dərəcədən qüvvətə qaldıra bilərsən. 3/5 bunu da qüvvətə qaldırdım bundan. Çünki niyə 3/5 elədim? Çünki burada 5/3-dür, yəni B-ni tapmaq istəyirəm. Qüvvətlər bir-birinə vurulur, B bərabərdir, burada A üstündə. Bunlar bir-birinə vurulanda 12/5. Gətirək burada B-ni yerinə, çünki B-ni A-nan ifadə ilə deyirək. B-ni yerinə yazıram A üstündə 12/5. Bu da vurulsun 5/6. Bu da vuranda bir-birinə 5-lər getdi, qaldı A üstü 2/1. Bu daha qısa. Yəni, buradan B-ni tapmaq üçün hər tərəfi 3/5 dərəcədən qüvvətə qaldırdım ki, 5/3-lər yox olsun. Məsələ bitdi. Sonra uşaqlar, vektorlara aid olan qəşəng sadə bir sualdır. Burada istiqamət məsələsini bilməlisən. Bax, əzizim, bir düzbucaqlı üçbucaq çəkirəm. Oldu ABC, çünki sənə yazıb ki, orada B 90 dərəcədir. AB-ni 5 verib, BC-ni 12 verib. Pifaqordan bu 13-dür. İndi burada nəyə diqqət eləməlisən? Vektorlarda istiqaməti dəyişəndə işarət dəyişir. Çıxmanı mən plus eləyəcəm. Çıxma plus eləyəcəm. Bax, BA vektoru. Uşaqlar, BC vektoru var ha. Əgər burada B ilə C-ni yerini dəyişsək, yəni bunu CB yazsaq, qabağına mənfi yazmalısan. İstiqaməti dəyişirsən ha. Mənfi CB. Onda burada BC-ni yerinə mənfi CB yazda, qabaqdakı mənfiyə də dəyəcək plus CB. Aha, əla. İndi uşaqlar fikir ver, BA. BA budur, istiqamət yuxarı, BA. CB də budur, istiqamət belə CB. Onda, əzizim, üçbucaq qaydasına görə CA ilə, daha doğrusu, CB ilə BA-nın cəmi, burada CB ilə BA-nın cəmidir. CB ilə BA-nın cəmi sənə CA-nı verəcək. Bunun da modulu 13-dür də. Yəni, üçbucaq qaydasına görə də istiqaməti dəyişdiyim BC-nin. CB ilə BA-nın cəmi ümumi sənə verir, CA-nı 13-ü verir. Və salam. Tutardı, etdi. Bura baxaq. İbtidai funksiya. O boyda integral işləmişdi, gəldi ən asanlığı düşdü.
İbtidai funksiya nə idi? Demişdim ki, qabağına bir dənə integral atırsan, yanına da bir dənə dx yazırsan. 12 əmsaldır, keçir qabağa. Əzizim, demişdik ki, qüvvət funksiyasının integralını tapanda qüvvətin üstünə 1 gəlirsən, bölürsən qüvvətə. Qüvvətin üstünə x üstü 5-dir, üstünə 1 gəldim, 6 böldüm 6. Bu da elədi 2x üstü 6 plus c. 2x üstü 6 plus c. Yəni cavab D variantı. Uşaqlar yazıb ki, burada çox sadə sistem tənlidir. Deyir, A ilə B-nin hansı qiymətində? Tənliklər sisteminin həlli budur. Əgər bunun həlli budursa, deməli, bu ifadəni gətirib burada yerinə qoyanda bunu ödəməlidir də. Gətirəm yuxarıda x-in yerinə 2 qoyuram, y-in yerinə -3 qoyuram. 2, 2-nin 4 plus 9, bu 13 eləyir. Burada da x-a 2 verirəm, y-ə -3. Bu da eləyir 6 çıx 12 -6. A13, B -6. Uşaqlar, ən sadəsi, yəni buraxılışdan da asan, aparıb yerinə qoyursun. Sonra, bu törəmənin də sadə sualını salıblar. Deməli, sən bunu törəməsini tapmaq üçün çalışaq ki, bunu 2x plus 3 üstündə -5 yazaq. Çünki bilirsən ki, məxrəci surətə qaldıranda qüvvətdə mənfi yazırlar. Qüvvət funksiyasının törəməsi. Qüvvət funksiyasının törəməsini tapanda qayda nə idi? Qüvvət funksiyasının törəməsini tapanda qüvvət qabağa keçirdi və bir vahid azalırdı. Olur 2x plus 3 üstündə -4. Bir də uşaqlar, nə etmək lazım idi? Bu, mürəkkəb funksiyanın törəməsidir. İçərinin törəməsinə vururduq. 2x plus 3-ün törəməsi 2-yə də vursan. Yəni, integralda bölürsən içərinin törəməsinə. Törəmədə vurursan. Bu da eləyir -10 bölünsün. Qüvvətdə mənfi olanda məxrəcə düşür də. Yəni, 2x plus 3 üstü -4, 1 bölünsün 2x plus 3 üstü 4. İndi f törəmə -1 demir. Aparsan törəmədə -1 yazırsan. X-in yerinə -1 qoyanda -2 plus 3, 1 -10 və salam. Cavab C variantı. Uşaqlar, adi bildiyim permütasiya hesablama sualıdır. Permütasiya 10-dan 3. Bunu yəqin ki, bilirsiniz də necə hesablanır. 10 faktorial bölünsün, 10-dan 3 çıxanda 7 faktorial. Özü çox sadə veriblər sənə. Bu permütasiya 10-dan 3 budur. Uşaqlar, permütasiya 7-dən 7 faktorial deməkdir. Çünki Pn-dən n keçən gün keçdik elə. Bu Pn-dən n, Pn yəni n faktorial deməkdir. Onun 7 faktorial. Plus 225. Bu da bununla bu getdi, qaldı 10 faktorial plus 225. İndi əzizim, deyir ədədin 100-ə bölünməsindən alınan qalır. Əzizim, 10 faktorial 100-ə tam bölünür də. 10 faktorial nə deməkdir? Yəni 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Təbii ki, bu 100-ə bölünür. Bilirsən niyə 100-ə bölünür? Çünki bunun sıfırının biri elə bununla getdi. Elə buradakı bu 2-ni 5-ə vuranda 10 eləyir, bu 10-la bunu getdi. Tam bölündü. 225-i 100-ə böləndə 2 dəfə düşəcək, 225 qalıq qalacaq. D variantı. Yəni, çox asan natural sualı. Sonra konusun asanı düşüb. Yəni, konus sualıdır. Deməli, sənə bir konus verib və bu gördüyün konusun doğranı 5/2-dir. Doğranı 5/2-dir. Deyir, ox kəsinin sahəsi 25 olan konusun tam səthinin sahəsini tap. Nə var ki, bunu tapmağa? Deməli, uşaqlar, bax, bir şey deyim sənə. Bu H-dır, bu da R-dir, bu da R-dir. Deməli, uşaqlar, bu 5/2-dir, bərabər yanlıdır. Doğranı verib 5/2. Hə, deyir, ox kəsiyin sahəsi də 25-dir. Ox kəsiyi bunun ABC düzbucaqlı üçbucağıdır. Və bu ABC düzbucaqlı üçbucağı bunun ox kəsiyidir. Bu da ABC üçbucağı, bərabər yanlı üçbucağı. Bunun da sahəsini tapanda hündürlük H vurulsun, oturacaq. Yəni 2-də 1 AH düsturun. Böl 2. H vur 2R böl 2. HR. Deməli, ox kəsiyin sahəsi HR oldu. Onda sənə verib 25. Bunu sənə verib, bunu verib sənə. Deyir, tam səthin sahəsi. Konusun tam səthinin sahəsi necə tapılırdı? S-yan plus S oturacaq deyilmi, əzizim? Yəni, konusun tam səthinin sahəsi S-yan plus S oturacaq. S-yan PRL-dir. S oturacaq da PR kvadrat. Əla. İndi uşaqlar, burada məsələ nədir? Məsələ nədir? Biz əgər burada başqa cür nə edə bilərik? Bizə yazıblar ki, doğuran 5/2
Ox kəsiyin sahəsi də 25-dir. Burada başqa düzbucaqlı zat demir. Tam səthin sahəsini istəyir. Ox kəsiyinin sahəsini biz 55 tapmalıyıq. Hı? 55 tapmalıyıq. Kim deyir 55 tapır? Doğru 5 köşkü verir. Sahəsi budur. Sahəni bizə verir. Deməli, ox kəsiyin sahəsi 25 deyir. Hı. Haşı 25 deməli, eldən haş 25. Tam elə donmalı. Yox, o düzbucaqlı zat deyil, bərabər yanlı düzbucaq. Dənini tapacağıq. Bir dəqiqə görün burada nə əlaqə verir? Burada bir əlaqə verməlidir. Pifaqorla getsək. Hə, Pifaqorla gedəcək də uşaqlar. Prosta biraz uzanacaq. Elə bildim çox asandır, amma çox asan deyil. Bax, buradan Pifaqora görə h kvadratla r-in kvadratının cəmi bərabərdir 5 köşkünün kvartı 50 eləmir. İndi buradan əvəzləyib yazmalıyıq da. Ziblə saldı bizə. H bərabərdir. 5-də qoyaq yerini hesablayaq. Hə? 5-dir də, h da 5-də, r də 5-dir. Hə, uşaqlar. İndi biz necədir? Yəni bunu düzdür. Normalda buradan h bərabərdir 25 böl r. Gətirib h-ın yerinə 25 böl r yazıb gedib tapırsan. Amma şifahi görə bilirəm ki, mən buradan. Bu da 5-dir, bu da 5-dir. Bilirsən niyə görə? 5 ilə 5 yazanda kvadratlar cəmi 50 eləyir. Hasili də 25 eləyir. Deməli, oturur da yerinə. Da vaxt öldürməyə, çünki açıq sual da deyil ki, vaxt öldürək orada. Hər şey oturdu. İndi gətirək pi r el. R 25-dir. L 5 kök 2-dir. 25 kök 2 pi. Pi r kvadrat 25 pi. Pi r 5-dir də. Onda 25 pi çıxır, qalır kök 2 plus 1. 25 pi çıxdı, kök 2 plus 1 c. Bu cür, yəni buradan gedəndə asan olur da, uzatmırsan. Ədədləri biraz normal veriblər. Uşaqlar, bu sual, bunu deyirəm. Bunu da dünənləri ikinci qrupların keçən ilki qəbuluna düşən sadə bir sualdır. Onu da dünən axşam elə izah eləmişdik. Deyir, yarışda 150 oğlanla 50 qız iştirak edir. Onlar bütün iştirakçıların neçə faizidir? Əzizim, bax, oğlanları istəyir səndən. Oğlanlar 150 nəfərdir. Ümumi iştirakçılar da 200-dür. Sonra səndən soruşur ki, yəni oğlanlar 150, 200-ün neçə faizdir? 2 ədədin faiz nisbəti. 152 75 faizdir. Yəni, asandır, asandır. Buraxılış. Məsələn, bu sual. Bunu da yəni sadə bir şey deyir. Hansılar kəsişən iki müstəvi arasındadır ki, dərəcə ölçüsü ola bilməz. Uşaqlar, dərəcə ölçüsü ola bilməzlər. 90-dan budur. Budur. 16-cı sual gəlməlidir. Yaxşı, 16-nı izah edeyim, sonra keçərəm ora. Nətər 16 yoxdur? Sən PDF-də eləməmişsin, hə? Bəs niyə yoxdur, ay Sadiq? Uşaqlar, niyə? Niyə stop elətdirsən? Axırda düzəldərik də. Sən hazırla, birazdan atarıq. Qoy bunları izah edeyim, 16-nı da izah edəcəm, səbirli ol. PDF-ə düşmüyükmüş. Deyir, hansılar kəsişən iki müstəvi arasında bucağın dərəcə ölçüsü ola bilməz. Ola bilməz. Uşaqlar, iki müstəvi arasında qalan bucaq, iti bucaq qəbul olunur. Yəni, körləri götürə bilmərik. Bu topluda var. 1, 4, 5. Cavab başı B. Sonra burada, bunu da keçən gün keçdik elə. Bundan sual işləmişdik. Altı bucaqlının daxilinə çəkilən. Çox üzrlərdə bizə bunu işləmişdik. Çox üzrlər misalında deməli, altı bucaqlıya aid sual vardı, orada işləmişdik. Deməli, əzizlər, siz bilməlisiniz ki, düzgün altı bucaqlının, əgər düzgün altı bucaqlının daxilinə çevrə çəkilibsə, orada nəyi bilməlisiniz? Bilməlisiniz ki, həmin çevrənin diametri ilə altı bucaqlının kiçik diaqonalı bir-birinə bərabərdir. Aydınmı? Yəni, onda belə çıxır ki, altı bucaqlının kiçik diaqonalı 2 yerə bərabərdir. Digər tərəfdən də altı bucaqlının kiçik diaqonalının düsturu var, A kök 3. Onda R də bərabər A kök 3 böl 2 olur. İndi bunun perimetri 24-dürsə, perimetr 6A bərabər 24-dür, A 4-dür. A da 4-dürsə eləyəcək 2 kök 3 radius. Səndən çevrən radiusunu tap 2 kök 3. Yəni, özdə altı bucaqlının bəs böyük diaqonalı necə olur? Daha doğrusu, xaricinə çəkilən çevrənin radiusu, xaricinə çevrə çəkilibsə, onda böyük diaqonal bərabər olur 2R-ə. Böyük diaqonal da 2A-dır, yəni R-A olur. Yəni,
altı bucaqlının xaricinə çəkilmiş çevrənin radiusu elə onun tərəfinə bərabərdir. Daxilinə çəkilmiş çevrənin radiusu isə kiçik diaqonalın yarısı, yəni a kök 3 bölü 2 ilə tapılır. Burada deməli uşaqlar deyir ABC üçbucağının B iti bucaq təpəsindən BD medianı çəkilib. Sonra yazıb AB 2-dir, BC 2 kök 2-dir. CBD buranı veriblər sənə 30 və deyirlər ki, sənə ABC bucağının, yəni qısası buranı tapmalıyıq da biz. Çünki səndən ABC-ni dələcək. Aha. Deməli, sualı bir də oxuyaq. Üçbucaqdan yenə, üçbucağı çox salıblar nəsə. Deməli, ABC üçbucağıdır. B iti bucaq təpəsindən çəkilmiş BD medianı çəkildi. AB-ni 2 verdilər, BC-ni 2 kök 2 verdilər, CBD-ni verdilər. Gəlin belə eləyək. Kosinuslar teoremi ilə getsək, məncə verər. Siz nə eləyəcəm mən, Sadiq? Bilsən mən nə eləyəcəm? Bura bir A desəm, bura bir X desəm, bilməm, bir dənə şey ağlıma gəldi. Bunun üçün də kosinuslar teoremi tətbiq edeyim, bunun üçün də. Çünki X-lar eynidir də, sonra onları bərabərləşdirək, oradan çıxacaq. Bax, bu üçbucaq üçün kosinuslar tətbiq eləsəm, X-in kvadratı bərabərdir. 2-nin kvadratı 4 plus A-nın kvadratı çıx. Hasilin 2 misli 4A kosinus alfa. Burada da aşağı bu üçbucaq üçün kosinuslar teoremi tətbiq. X-in kvadratı bərabərdir. 2 kök 2-nin kvadratı 8 plus A kvadrat minus. Hasilin 2 misli 4 kök 2A, 4 kök 2A kosinus 30. Gəlin bunları bərabərləşdirək. Burada 4 plus A kvadrat çıx 4A kosinus alfa. Bu da 8 plus A kvadrat. Kosinus 30-da neçə alır? Kosinus 30-da kök 3 böl 2. Onda kök 3 böl 2-dirsə bunun qiyməti 2-lər gedir 2 kök 6A. 2 kök 6A. Oradan mənim kosinus alfa çıxır 45 dərəcə. İndi bununla bu getdi. Belə eləyək də. Bunu da bu yana atsam. Yaxşı. Yox, bir dəqiqə. Mənfi 4A kosinus alfa bərabərdir. Nəsə bu düz elə bir getmə. 8-dən 4 çıxılsın 2 kök 6A. Burada niyə belə iyrənci olur ki? Nəsə düz getmir, yoxsa? Burada mənim alfa çıxmalı 45. Siz bərabərlik səhv oldu, 4 plus alfa çıxılsın. Bərabərlik düzdür axı. A kvadratlar getdi. Başqa nə eləmək olar ki? Bir dəqiqə, mediandır da, o mediandır. Başqa tez tapa biləcəyimiz. Buradan, bəlkə də düz eləmişəm. Buradan kosinus alfa da bərabərdir. A-lar getmir axı burada. A-lar, bir dəqiqə, qəşəng getmişdik. ABC deyir ki, ABC üçbucağının B iti bucaq təpəsindən BD medianı çəkildi. Lap gözəl, BD medianı çəkilsin. AB-ni 2 veriblər, BC-ni 2 kök 2, CBD-ni veriblər 30. ABC bucağının dərəcə ölçüsü. ABC-nin dərəcə ölçüsü alfa plus 30-dur. Median sahəni yarı bölmür. Doğrudan sahə ilə gedək. Sahə yarı bölür axı. Bir dəqiqə, sahəyə baxım elə, sahə yadıma düşmür. Bunun sahəsi bunun sahəsinə bərabər. Dedə bayaqdan bunu. Füso da cavab çıxmalıdır. Uşaqlar, median sahəni yarı bölmür. Bunun sahəsi 2 vur A vur sinus alfa böl 2. Yəni, iki tərəf vurulsun arasındakı bucağın sinusun yarısı. Bərabərdir. 2 kök 2 vurulsun A vurulsun sinus 30 böl 2. Əla. 2 ilə 2 getdi. Füso da cavab çıxdı. A ilə A getdi. Mən burada sinus 32-də 1-dir, 2 ilə getdi. Qaldı 2 sinus alfa bərabərdir.
kök 2-yə. Sinus alfa bərabərdir kök 2 bölü 2. Alfa da bərabər 45. Əla. Alfa da 45-dir, 45 nə 30, 75. Deməli, uşaqlar, mən kosinuslar teoremi ilə getmək istədim. Kosinuslar teoremində burada nəyəsə ya səhv yazdıq, ya da ki, əslində bu da düz yoldur, prosta cavab çıxmır. Amma bu daha qısadır, bəli. Sahələr. Çünki median sahəni yarı bölür, çox qəşəng, əla. Uşaqlar, tənliklərin, əslində bu sualın eynisi topluda var, amma standart tənlikdən biraz çətindir. Yəni, standart tənlik deyil. Burada nəyi dərk eləməlisən? Topluda amma kopyası var, buraxılış vaxtı da işləmişdik bunu. Hasilin sıfır olması üçün nə olmalıdır? Hasilin sıfır olması üçün, hasilin yox, kəsirin sıfır olması üçün kəsirin harası sıfır olmalıdır? Surəti sıfır olmalıdır. Amma məxrəc sıfırdan fərqli olmalıdır. Yəni, sinus x1 ola bilməz. Əla. Deməli, uşaqlar, kosinus sıfır olan zaman iki hal baş verir. Sinus x bərabər 1 olur, sinus x bərabər mənfi 1 olur. Çünki kosinus sıfırı harada alır? Kosinus sıfırı alır, deməli 90-da, 90-da sinus 1-dir. Və yaxud da kosinus sıfırı alır 270-də, 270 sinus mənfi 1. Yəni kosinus sıfır olanda sinus ya 1-dir, ya mənfi 1-dir. Tərsinə, sinus sıfır olanda kosinus 1-dir, ya mənfi 1-dir. Təbii ki, 1 ola bilmədiyinə görə məxrəci sıfır edir. Qaldı bu. Bunu həll edəcəksən, bu da xüsusi hal pi bölü 2 plus 2 pi. Yenə təkrarlayıram, bu sualın kopyası topluda var. Mənfi bölü 2 plus 2 pi. Sonra indi bunu dərəcəyə çevirəndə mənfi 90 plus 360k. K da daxildir Z. Əzizim, sənə yazıb ki, burada mənfi 360-la, bu niyə bu qədər böyük verib? 4pi, 4pi nə qədər eləyir? 480-ın 720 eləmir. Bu aralıqda deyir neçə həlli var ki, getdik. K-ya 0 versəm, nə olur? Mənfi 90, düşürmü? Düşür. K-ya 1 versəm, x 360 çıx 90, 270, düşürmü? Düşür. K-ya 3 versəm, bir dəqiqə səhv elədim mən. K-ya 1 verəndə düşdü, 2 verəndə 720 çıx 90, neçə eləyir? Düşür də, yəni 720-dən 90 çıxanda 720-dən aşağı olur, düşür. Amma 4 versəm düşməyəcək, 4 versən 360-a. Bu eləyəcək 1000 neçə, yəni o düşməyəcək. Mənfilərə gələk. Mənfilər də düşmür. Çünki K-ya mənfi 1 versəm, mənfi 360 plus 90 eləyir neçə? Çıx 90. Yəni mənfi 90, bu da mənfi 360. Mənfi 450 eləyir, düşmür. 3 dənə. Amma buranı standartdan kənar olsa da, yenə deyirəm, topluda bunu biz buraxılış vaxtı da işləmişdik, blok vaxtı da işləmişdik. Kopyası topluda var da, yəni oradan bilməliydin. Bunlar neynəsinlər? Çətin olsa belə. Bax, bu sual. Bunun eynisini topluda işləmişik. Bunun iki yolu var, ikisi ilə də yazaram. Biri L'Hopital'landır, biri L'Hopital'sız. Deməli, uşaqlar, belə deyək ki, L'Hopital'sız yazmaq daha xoşuma gəlir. Kosinus kvadrat nə deməkdir? 1 çıx sinus kvadrat. Yəni, kosinus kvadratı yazacaqsan 1 çıx sinus kvadrat. Bu da müxtəsərə görə sənə nəyi verir? Müxtəsərə görə alınır ki, 1 çıx sinus 4x, 1 plus sinus 4x. Bu da bölünsün 1 çıx sinus 4x. Məsələ bitdi də. Bunlar xısar getdi, qaldı belə. Oradan da 1 plus 4 vurulsun, yəni x-in yerinə pi bölü 8. 4-ü pi bölü 8-ə vuran pi bölü 2, sinus 90. Sinus 90-da nə alır? Sinus 90-da alır 1. 1 üstə 1 neçə edir? 2. Yəni, L'Hopital'la da gedə bilərsiniz. Topluda yenə deyirəm, var belə şeylər. Çətin olmadı. Gələk buna. Bunu da oyunları yenə işləmişəm. Haradasa işlədim, buna bənzər sual var idi. İstərsən onu hazırla at, birbaşa meylə at. Atırsa. Deyir, düzbucaqlı üçbucağın, uşaqlar, düzbucaqlı üçbucaqdır. Belə çəksəm daha gözəl olar. Düzbucaqlı üçbucağın düz bucaq təpəsindən çəkilən hündürlüyü ilə tənbölən arasındakı bucaq 20-dir. Hündürlükdən tənbölən, məsələn də hündürlük budur, tənbölən də budur. H, teorem. Bunların arasındakı bucaq neçədir? 20-dir. Sənə deyir ki, bu üç bucağın böyük iti bucağının dərəcə ölçüsünü tapın. Aha. Uşaqlar, bax, bura, indi bir dəqiqə. Gəlin belə bir iş görək. Bu tənbölən deyilmi, əzizim? Burada,
Bu B-ti tənböləndir. Tənböləndirsə bu B bucağı 90-dır, 45-45 bölmür. Uşaqlar, bura 45-dir. Buradan bura bütöv 45'ti. Onda bura 20 ise bura 25'ti. Vəssalam da 25, 90. Ne kaldı? 65. Çünkü 90 olmalı cəmləri. Aydın məsələdə bu 65 ise burada 25'ti. Çünkü bu da 90'dır. Böyük iti bucaq 65. Buraxılış sualı da bu nəyi çətindir? Bu asan. 27'ni də izah edeyim, sonra keçərik o birisi səhifəni izah edeyim. Uyğunlaşdırma onsuz da hamıya məlumdur ki, asan düşür. Məsələn, burada sənə yazıb ki, alfa birinci rübdür. 0 pi bölü 2 nədir? Birinci rübdür. Əzizim. Bax, bunun ən böyüsü, sinusun ən böyüsü neçədir? Sinusun ən böyüsü 1'dir və sinus da 1'i harda alır? 90'da. Yəni alfanın yerinə pi bölü 2'ni qoysam, pi bölü 2'ni də alıraq. Sinus 90'da 1'dir, 1 üstə 2, 3. Ən böyük qiyməti bunun 3 elədi. Deməli, 1'ə getdi B variantı. Ən kiçik qiyməti amma sən orada sinusun normalda ən kiçik qiyməti -1'dir. Amma söhbət bu aralıqdan gedir. Bu aralıqda sinusun ən kiçik qiyməti 0'dır. 0 qoyanda. Üstə də 2 gəndə 2 edir. Ən kiçik qiymət 2'dir. Y. Mən burada ən kiçik qiymət tapanda sinusa 0 verdim. Çünki yenə deyirəm, sənə aralıq verib. Birinci rübdə sinus mənfi ola bilməz. Nə olsun ki, sinusun ən kiçik qiyməti -1'dir. Sənə verilən aralığa baxmalısan. Uşaqlar, aşağıda kosusun ən böyük qiyməti 1'dir. Kosinus 1'i harda alır? 0'da alır. Kosinus 1'i yəni 0 dərəcədə alır. Onda kosusa ən böyük qiyməti 1'dir. 1'dən 1 çıxanda 0. Ən böyük qiymət 0'dır, yoxdur. Ən kiçik qiymət, kosusun ən kiçik qiyməti -1'dir. Onu da ala bilmir deyənə kosusun 0'ı götürəcəksən. Kosinus da 0'ı harda alır? 90'da alır. Yəni kosinusun yenə deyirəm, ən kiçik qiyməti -1'dir. Amma bu aralıqda mənfi yoxdur da, çünki birinci rübdür. Onda kosinusun birinci rübdə ən kiçik qiyməti 0'dır. Kosinusa 0 verəndə -1. Ən kiçik qiymət -1. Üçüncü, bu cəmdən söhbət gedir. Sinus alfa plus kosinus alfa. Uşaqlar, axı o düsturu demişdik biz. 50 dəfə işləmişik o düsturu. Demişdim ki, A sinus alfa plus B kosinus alfa görən kimi bu ifadənin ən kiçik, ən böyük qiyməti buydu da, əzizim, buydu. Onda burada da əmsalları 1 ilə 1'dirsə, əmsalların kvadratları cəmi. O da olacaq mənfi kök 2, müsbət kök 2. 1 ilə 1'in kvadratları cəmi 2'dir. Deməli, ən böyük qiyməti 2'dir. Qutardı, getdi. D heç birinə getmədi də. D heç birinə getmədi. Çünki sən burada götürüb buna ən kiçik qiyməti 0 versən, bu 1 olacaq. Buna 0 versən, bu 1 olacaq. Yəni o ikisi də 0 ala bilmir axı eyni anda. Onda keçək bir dənə o birisi səhifəni yükləyək. Mailə keçək. Maildən onu yükləyək. Sonra keçib şeyi izah eləyərəm. Şimdi edirəm ki, maildə reklamlar normal çıxar. Hə, Sadıq? Mənlikdir. İnşallah mən maildən yükləyək bunu. Əla. Çünki maildə də görsən uyğunsuz reklamlar çıxır, adam əsəbləşdirir. Aha. Bütöv atdım. 16'ını atarım da. Aha. Uşaqlar, 16-cı səhifəmiz. Bu sual topluda bunun da kopyası var. Deyir ki, funksiyanın qiymətlər çoxluğunu tapın. Əzizim, bir dənə bunu yazın, mən yaxşı görürüm. 3 üstündə 2 çıxılsın, 5 vurulsun, x plus 2, düzdürmü? Aha. Bax, uşaqlar, sizə bir açar söz demişdim də bunu, mən dərs vaxtı demişdik ki, qiymətlər çoxluq tapanda ifadənin ən kiçik, ən böyüyünü tap. Məsələn, burada baxıram qüvvətə. Bu qüvvətin ən böyük qiymətini tapmaq üçün, qüvvətin ən böyük qiyməti. Bunun ən böyüyünü tapmaq üçün bu modul ən kiçik olmalıdır. Çünki 2'dən kiçik bir şey çıxmalısan ki, alınan cavab ən böyük olmalıdır. 2'dən də kiçik bir şey, modulun ən kiçik qiyməti 0'dır. 2'dən 0 çıxanda 2, 3'ün kartı 9. Ən böyük yerlərdə neçə? 9. Ən kiçik qiymət tapanda isə, sən nə etməlisən? 2'dən böyük bir şey çıxmalısan. Yəni 2'dən əgər böyük bir şey çıxsan, olacaq cavab ən kiçik. 2'dən də böyük bir şey, yəni sonsuzluq çıxanda mənfi sonsuzluq edir. 3 üstündə mənfi sonsuzluq. Bu da 1 bölünsün 3 üstü sonsuzluqdur. Uşaqlar,
ədəd sonsuzluğa yaxınlaşanda və sən o elə sonsuzluq demək, 3 üstü sonsuzluq sonsuzluqdur. 1 böl sonsuzluq sıfıra yaxınlaşır. Düzdür, sıfırı almır, amma sıfıra yaxınlaşır. Deməli, ən kiçiyi sıfıra yaxınlaşdır. Çünki ümumiyyətlə, bu bir üslü funksiyadır. Üslü funksiya heç vaxt mənfi olmur. Üslü funksiya sıfıra yaxınlaşır, sıfırda almır. Ən kiçiyi sıfırda sərhədləndi, ən böyüyü də 9 oldu. 0, 9, cavab C. Yəni, topluda bunu yendirəm. Kifayət qədər kopyası var. Sonra, bu yəni adi bildiyim buraxılış sualı. Deyir, uyğun tərəfi paralel bucaqların biri digərinə 42 dərəcə kiçikdir. Biri alfadırsa, o birisi alfa plus 42-də, yəni biri digərinə 42. Onda belə çıxır ki, bu uyğun tərəfi paralel olan bucaqların cəmi 180 deyil. Onda buradan 2 alfa bərabər 180-dən 42 çıxanda, ondan 2 çıxanda 8, 3, 138. Alfa da bərabərdir. 6, 2, 12, 69, hə? Su. Nə istəyirsən, böyük? 66 eləmir, Sadiq. Deməli, 2-ni vuranda 69, yox, 69-un üstə 42 gələk də, böyüsünü istəyirək səndən. 111, C. Yəni, şifahi sualdır bu sual. Sonra, bu ümumiyyətlə buraxılışdan da asandır. Deyir, sənə ardıcıllığın ayını verib 9-cu həddə. Keçən illəri buraxılışa düşmüşdü bu sual. Ən asan sual kimi. 9-cu ətabına n yerinə 9 qoysan. 5, 9-un 45 plus 3, 48. 3 çıxılsın, 18, mənfi 15. Düz elədim. 3-ə böləndə 16 böl, mənfi 16 böl 5. D variant. Bu da 7. 3-ün dedim, gələk bura. Uşaqlar deyir, prizma düşüb. Deyir ki, düz prizmanın oturacağı romdur. Prizmalar elə keçən gün işləmişik, yaxşı yadınızda qalıb, ümid edirəm, yazıbsınız bunu. Deyir ki, düz prizmanın oturacağı diagonalları 12 ilə 16 olan rombdur. Diagonal 12 ilə 16 olan rombdur. Əla. Nə tər? Diagonalları 12 ilə 16. Hə, mən tərəfləri yazıram. Əla. Bu rombdur. Diagonal tərəfini də tapa bilərik də, nə var ki? Uşaqlar, rombun düsturları məşhur düstur. Diagonallarının kvartları cəmi bərabər, tərəflərin kvartları cəmi. Diagonalın biri 12, biri 16-dır. 256, 144, 400 bərabərdir 4a kvadrat. A kvadrat 100-dür. A da bərabər 10-dur. Deməli, rombun tərəfini tapdıq 10. İndi sənə deyir ki, onun hündürlüyünü tap. Sənə də prizmanın yan səthin sahəsini verir. Əzizim, prizmanın yan səthin sahəsi hansı düsturla tapılır da? Prizmanın yan səthin sahəsi P oturacaq vur H düsturu ilə tapılır. Sən də perimetr, yəni tərəf 10-dursa perimetr nə edir? 40. Onda deməli H nədir? 32. Nəyi səhv elədi? 32 yox, 8. 0-a 0, 8. Çox asan bir sual. Yəni, buraxılış səviyyəsi bir sual. Bu da çətin deyil. Hə, amma bu biraz maraqlı suala bənzəyir. Üçbucaqdan nə qədər salıblar? Çevrə görmədim mən. Çevrə görmədim. Bax, bir dənə gör çevrə var. Bir də 4 şey var, görərsən, 4 bucaqlıdan varmı? Yəni, ancaq elə yığıblar 3 bucaqlar, nə olub? Deyir, ABC və CD'yi, yəni bu gördüyünüz ABC ilə CD'yi kongruent, bərabər tərəfli 3 bucaqlar. Yəni, həm bərabər tərəflidir hər ikisi, həm də eynidir. Bunun tərəfi nədirsə, bunun da tərəfi eynidir. Yəni, hamısı eynidir. Deyir, O1, O2 medianların kəsmə nöqtəsi. Bu sualın yəni, bənzərindən mənim MİQ üçün, müəllimlər üçün yazdığım kitab var idi. Orada var idi buna bənzər sual. İzahını da vermişdim. Videosunu paylaşmışdım. Deyir ki, medianların kəsmə nöqtəsi O1 ilə O2. Deyir, C nöqtəsi AY parçası üzərində B10-u 4/3 verib. Bu O'dur. B10-u 4/3 verib. Onda avtomatik BO 4/3-dürsə, sadiq O nöqtəsi medianların kəsişmə nöqtəsidirsə, 2-nin 1 nisbətinə bölünsə, bu 4/3-də bura nədir? 2/3. Avtomatik bərabər tərəfli üçbucağın hündürlüyü tapıldı. Niyə görə? Bərabər tərəfli üçbucağın tənböləni medianın hündürlüyü, yəni tənbölən median hündürlük A/3 bölünsün 2 düsturu ilə tapılır. Biz də buradan medianlar kəsmə nöqtəsi 2-nin 1 nisbətinə bölünür. Bu 4/3-də bu 2 6/3 elədi. Köküsülər getdi. A da bərabər 12. Tərəfi tapdıq 12-dir. Səndən gör nə istəyir? Səndən istəyir ki, A, O, O1,
Y trapesiyasının orta xətti. Bu trapesiyanın orta xəttini tapmaq üçün oturacaqların cəminin yarısı. Oturacaqlar məlumdur. Çünki biz üçbucağın tərəfini 12 tapdıqsa buradan bura 12. Buradan da bura 12. Hə, dördbucaqları bunun içinə salıblar. Yəni üçbucaqların içərisinə salıblar. Bu trapesiyadır. Özü də bərabər yanlı trapesiyadır. Niyə görə? Çünki bu AO ilə YO1 bərabərdir. Çünki bunlar eyni üçbucaqlardır. Və hündürlük verib. Özü də burada bu 30-30'dur ya, əzizim. Çünki bərabər tərəfli üçbucaqda tənbölən meydən hündürlük həmişə, yəni tənböl eynidir də 30-30'dur. Onda nə var ki, bunu tapmağa? Buradan mən nə edəcəm? Hə, bir də bilirəm, bu 6'dır, bu 6'dır. Üstədə cavab çıxdı, bu 6, bu 6, bu da 6, 6. Çünki bu tənböləndə, bunu birləşdirəndə bu tənbölən meydən hündürlüyü olur. Avtomatik buradan bura qədər 12'dirsə, deməli O1 ilə 12, bu da 12'dir. Onda yuxarı kiçik oturacaq 12 oldu. Böyük oturacaq da 24 oldu. Bunların cəminin yarısı da 36'nı 2 bölü 18 eləmir. Uşaqlar, çox da çətin sual deyil. Yəni, orta bir sualdır. Bloka görə orta sualdır. Hələ ki, çətin, yuxarıda 1-2 dənəsi vardı, o idi. İndi gəlin uşaqlar, situasiya bax. Situasiya, bu da belə ümumi böyük görsənməyinə baxmayın. Məncə asandır, çox da çətin deyil. Böyük görsənməyinə baxmayın. Bax, uşaqlar, 30 bal verir, yəni bir zəhmət fikirləşmək lazımdır üzərində. Əzizim, deyir ki, yaşayış kompleksinin həyətində quruculuq işləri aparmaq üçün 4 tip yük maşını ilə tikinti materialları gətirildi. A tipli maşının hər biri C-dən 2 ton az, B tipli maşının hər biri D-dən tipli maşını 3 ton az gətirdi. Həyətin müəyyən hissələrini rəngləmək üçün ağ və göy boyalar uyğun olaraq 2-3 nisbətində qarışdırıldı. Həyətdə düzbucaqlı, üçbucaq formalı sahənin daxilinə 2 təpəsi katetlər üzərində, digər 2 təpəsi beton üzərində olan kvadrat formalı oyun meydançası quruldu və bu sahənin qalan hissələrinə göl-əkildi. İndi qulaq as. Keçək 28-ci suala. 150 kiloqram qarışıq boya. Burada yazmışdılar ki, həyətin müəyyən hissələrini rəngləmək üçün ağ və göy boyalar uyğun olaraq 2-3 nisbətində qarışdırılıb. Onda ağla göy qarışdırılıbsa, onda buna deyirəm 2K, buna deyirəm 3K-da, çünki 2-3 nisbətində qarışdırılıb. Onda bunların cəmi də sənə verəcək 150-ni, çünki burada 150 kiloqram qarışıq boya var. Bunları da qarışdırdığına görə K elədi 30. Deməli, onda ağdan götürüblər 60, göydən götürüblər 90. Sonra deyir ki, əlavə işlər görmək üçün isə daha 75 kiloqram yalnız ağ boya. Deməli, əlavə olaraq da ağ boyanın üstünə 75 kiloqram da gəliblər. Onda eləyib 135 ağ. Göy elə 90-dır. 90 göydür. Və yazıblar axırda rənglənməyə ümumilikdə istifadə olunan boyanın neçə faizdir? Bayaq işlədiyi faizdə bu sualdan. Yəni bizdən deyir ki, rənglənməyə ümumilikdə istifadə olunan boyanın neçə faizi göy boyadır? Əzizim, göy boya 90-dır. Bu 90 ümuminin neçə faizidir? Yəni 150-nin yox. Çünki 75 ağda əlavə eləmişlər. Ümumi olacaq 135 ilə 90-ın cəmi neçə eləyir? 225 eləmir. Ümumi 220. Yəni 90 göy, ümuminin 225-i neçə faizdir? 2 ədədin faiz nisbəti. Uşaqlar, 225-i böləndə nətər eləyək? Tez-tez bölüm. 225-i 15-ə böləndə 15, 90-ı 15-ə böləndə 6, 15-i 5-ə böləndə 3, 100-ü 5-ə böləndə 20, 3 ilə də 6 gedir, 2 20-nin 40. 40 faizi. 40 faizi. Keçə 29-a. Uşaqlar, 29-da görək ki, nə olacaq? Deyir ki, bax, birinci belə bir şey eləyək burada. Diqqətlə qulaq as. Burada yazmışdı ki, A tipli maşının hər biri, A tipli, B tipli, C tipli, D tipli. Yazıb, A tipli maşının hər biri, C tipli maşının hər birindən 2 ton az yük gətirib. Onda A C-dən 2 ton az gətiribsə, tutaq ki, A tipli hər biri X ton gətiribsə, C tipli nə olacaq? X plus 2 ton. Çünki orada yazıb ki, A tipli maşın C-dən 2 ton az gətirib.
B tipli maşınlar isə D tipli maşının hər birindən 3 ton az gətirib. Onda B az gətiribsə, B Y ton gətiribsə, bu Y plus 3 ton olacaq. Əla, əla. İndi bura gəlirəm. Deyir, A tipli 3, B tipli 2 maşın bir dəfəyə birlikdə 21 ton gətiriblər. Onda A tipli 3 ton gətiribsə, daha doğrusu A tipli 3 maşın. A X tondur bir dənəsi. 3 dənə maşındırsa 3X. B tipli biri Y tondursa 2 maşın gəlib 2Y. Bu da 21 ton eləyir. 21. Sonra C tipli 2, D tipli 3 maşın. C tipli 2-dirsə bir dənə maşın X plus 2-dir. 2 dənəsidirsə 2X plus 4-dür. D tipli bir dənə maşın bu qədər tondursa 3 dənə maşın 3Y plus 9 bərabərdir 32 ton. Çox sadə bir sistem təlinlik. Yəni burada uşaqlar məsələn yuxarını 2-yə vururam, aşağını da 3-ə vuracam. Birinci burada belə bir şey var da, yəni 3x plus 2y bərabərdir 21-dir. Burada da 2x plus 3y bərabərdir 32-dən də bu 4, 9, 13 çıxanda. 32-dən 13 çıxanda neçə eləyir? 19 eləmir. İndi bu sistem təhlildir. Səndən nə istəyir? Bir dəqiqə baxım. A-nı istəyir. A tipliyə x demişdi. X-i tapmaq üçün gəlin y-i yox edək. Yuxarını 3-ə vuracam, aşağını 2-ə vuracam. Yuxarını 3-ə vuranda eləyir 9x plus 6y bərabərdir 3, 1-nin 3, 3, 2-nin 6. 2, 2-nin 4x plus 6y də bərabərdir 38. Yuxarıdan aşağını çıxanda 5x bərabərdir 13-dən 8, 5. 5-dən 3, 25, x də 5. Səndən də A tiplini soruşurdu 5. Bir dəfəyə neçə ton gətirib? 5 ton gətirib bir dəfəyə. Belə. Yəni bu da sadə. 9 bal verir uşaqlar. Sadə sistem təlinlikdir. 9 bal verir. Bura gəlib çataq. Deyir, hipotenuzun hər iki ucu oyun meydançasından 8 metr məsafədə olarsa. Bir dəqiqə. Yox, onu demirəm. O 8 bu deyilən 8-dir, yoxsa başqa 8-dir. Hipotenuzun hər iki ucu. Hipotenuzun bu ucu buradan 8-dir, buradan 8-dir. Deyir, gül əkilmiş hissələrin ümumi sahəsini hesablayın. Məntiqi aydındır hamınıza, sahələrə aid bir sualdır. Bu gül əkilən hissəni tapmaq üçün ümumi düzbucaqlının sahəsindən, ortadakı indi kvadratdır ya da düzbucaqlıdır, onun sahəsini çıxacaqsan. Burada bizə başqa buna aid nəsə veriblər? Heç nə verməyiblər, budur. Heç nə, getdik. Bir dəqiqə, burada bir dənə söz yazmışdı. Yox, oradan istifadə. Yox, burada yazıb ki, həyətdə düzbucaqlı, üçbucaq formalı sahənin daxilinə iki təpəsi katet üzərində, digər iki təpə hipotenuzda kvadrat formalı, onu öyrənmək istəyirdim də. Uşaqlar, deməli burada bu gördüyünüz oyun meydançası kvadrat formalıdır. Mən onu öyrənmək istəyirdim. Sonra kvadratın da hər tərəfi 90-dır. Onda aydın məsələ ki, bura 90, bura 90, bura 90, bura 90 və burada bir şey də var. Kvadratdırsa, mən bura x desəm, bura nədir? X. Bura nədir? X. Bura nədir? X. İndi uşaqlar, burada bu fiqurla bu fiqur eynidir. Hardan bilirəm eynidir? Çünki bunun da, bu düzbucaqlının da bu tərəfi 8, bu tərəfi x arasındakı bucaq 90. Bu düzbucaqlı üçbucağında bu tərəfi x, bu tərəfi 8 arasında bu da 90. Onda məcburdur deməli, mən bura 1 A desəm, burada nə olar? A. Eyni olacaq. Sonra bucaqlarla gedək. Yaxşı, gəlin bucaqlarla gedək. Oxşarlıqla gedək. Necə? Bura bir alfa desəm, bu 90, bura nə olur? Beta desəm, özüm adlandırıram da. Onda belə çıxır ki, alfa ilə betanın cəmi nə oldu? 90. Əzizim, bu böyük düzbucaqlı üçbucaqda bu 90, bu alfası məcbur bu beta olmalıdır. Çünki böyük düzbucaqlı üçbucağında daxili bucaqların cəmi 90-dır. Sonra baxıram ki, bura, bu 90, bu beta deməli məcbur burada alfadır. Sonra görürəm ki, bura 90 olduğuna görə kvadratdır.
Bu alfa 90-sa yenə də bura beta olmalıdır. Bu 90-dır, bu ikisi deməli bura olmalıdır alfa, çünki burada 90-dır. Hamısı bir-birinə nə oldu? Hamısı bir-birinə oldu? Oxşar. Onda, məsələn, bu üçbucaqda betanın qabağındakı 8-in, betanın qabağındakı 8-in, betanın qabağındakı 8-in, bu üçbucaqda betanın qabağındakı, bundan götürək, bu üçbucaqda betanın qabağındakı 8-in, bu betanın qabağındakı x-a nisbəti bərabərdir. Bu üçbucaqda alfanın qabağındakı x-in, bu üçbucaqda alfanın qabağındakı 8-in nisbəti. Onda x-in kvadratı bərabərdir 64-dən x8 çıxacaq. Deməli, biz tapdıq ki, kvadratın tərəfi 8-dir. x8-dir. Hə. İndi uşaqlar, deməli, burada sən buna da oxşarlıqla gedə bilərsən, amma bu da aydın məsələdir ki, bu tərəf bu tərəflə eyni olduğuna görə, deməli, bu tərəf də bu tərəflə eynidir. Bu 8-sə avtomatik tutursan ki, söhbəti bu 4 kök 2-dir. Çünki 4 kök 2-ni kök 2-yə vuranda 8 eləyir. Artıq burada bu da getdi. Bu da 8-dir deyənə, burada 8 kök 2 oldu. Artıq ümuminin, belə deyək ki, tərəfi məlum oldu da 12 kök 2. Onda ümuminin sahəsindən, bu kvadratın sahəsini çıxanda bu güllüyü tapacam. Ümuminin sahəsi olacaq 12 kök 2, o da 12 kök 2. 144 vur 2 böl 2. Katetdən hansının yarısı da 144. Düzbucağın sahəsi 144. Bundan çıxmalıyam, bu 64-ü çıxmalı 80. Deməli, güllüyün sahəsi nə oldu? 80. Bu da bir orta sual. Yəni, oxşarlığı yazanda orta sual. Uşaqlar, situasiyası, yəni həqiqətən, mən demişdim ki, sizə situasiya 3-dən olur, onun 2-si asan olur, 1 çətin. Yəni, əvvəlki illərin situasiyasından elə də çətin situasiya deyil. Yazılası bir şeydir, yəni bu oxşarlıqdır. Bu situasiya bunun əlaqəsi yoxdur, yəni məsələyə aydın yox. Adi bir sualdır, yəni situasiya əlaqəsi yoxdur. Adi bir sualda oxşarlığı bilməlisən. Bu sistem tənlikdir. Bu da asandır, yəni havayı. Bu rahat, bu rahat. Burada bu prosta görmək lazımdır, amma rahatdır görəndən sonra. Bu limit sadə limit. Altıbucaqlının daxilinə çevrə çəkmək sadədir. Bu topluda var deyənə deyirəm sadədir. Bu heç bu buraxılış səviyyəsidir. Bu çətin, yəni orta sualdır. İndi blok üçün orta sayılır bu. Buraxılış üçün çətindir, blok üçün orta sayılır. Amma çox da dəhşət çətin deyil. Bu heç bu buraxılışdır. Bu buraxılışdır. Bu ortadır. Topluda kopyası var, işləmişik. Bu sadədir, hətta buraxılış da sayılır. Yəni çox üzülün ən asanı. Bu buraxılış, bu sadə buraxılış. Törəmənin ən asanı. Yenə deyirəm, indi orada bəzən deyirlər imtahanda, bəs bu blokdur da əzizim. Yəni imtahanda çətin olar söhbəti deyəndə, yəni bu blokdur. Mən də başa düşürəm. 3 fənni yazanda, 3 fənni yazmalısan, hamısını 1 saata yazmalısan, çatdırmalısan. Yəni mən onu başa düşürəm. Sadəcə məsələ odur ki, yəni blok imtahanı təbii ki, çətin olur. Müqayisə edirsən, düzdür, keçən il bundan da asan idi əslində keçən il, amma bu da çox çətin düşməyib. Bu sistem çox asandır, bu orta sayıla bilər, asan da sayıla bilər. Bu da orta və asan, bu çox asandır, integral, kompleks həmişə asan olub. Bu vektordur, bu da orta sayıla bilər, bir dənə görmək lazımdır. Bu dünənlər ilə işlədik, bu 2020-də buraxılışa düşmüşdü, 2020, yəni keçən ildə bloka düşmüşdü bu sual. Burada bu, biraz adamı çaşdıra bilər, bu çətin sayıla bilər bu sual. Bu orta sualdır, bərabərsizlikdir. Bu da orta sualdır, bərabərsizlikdir. Bu da oxşarlıq, 2 dənə qəşəng oxşarlıq veriblər. Bu da oxşarlıq, orta sualdır, bu asan sualdır. Belə, birinci qruplarda çox güman bu cür düşəcək. Hələ birinci qrupların imtahanına 2 həftə var. 2 həftə çalışacağıq hələ, yəni təkrarlayacağıq. İnşallah sizə də belə bir şey düşəcək, yazacaqsınız. Uşaqlar, ikinci şans imtahanına da hazırlaşacağıq. İkinci şans imtahanına hazırlaşanlar üçün qoşulmaq istəyənlər 070 522 1313 nömrəsinə yazırsınız. Yəni ikinci şans üçün. Qoşula bilərsiniz. Yenə də hər gün testlər işləyərək, yəni bunlar hamısı işlədiyimiz suallar idi. Bir-bir göstərə bilərəm ki, sizə harda bunu harda işləmişik. Yəni oxşar indi düzdür, bunu biz işləməmişik, amma oxşarlıq mövzusunu işləmişik. Yəni sən oxşarlıqdan başın çıxmalıdır ki, bunu yaza biləsən. Amma bunun kopyasını işləmişik məsələn. Topluda var onsuz da. Belə, sağ olun, salamat qalın. İnşallah yaxşı yazmısınız.